ilhamçılıq. Çünki bu ilhamın sonudur bu il. İlham bu illəri ta necə deyərlər, ta hər şeydən əlini üzübdür. Çünki getdi, məsələn, Qazaxıstan da getdi, gördük ki, onu orada bir insan kimi, bir rəhbər kimi qarşılamadılar. Orada da bilirlər ki, bu bambılıdır. Trump'ın özü kimi, necə ki, Trump'ı Çində necə qarşıladılar, Putin'i necə qarşıladılar. Özünüz də şahidsiniz. Trump'ı da bambalı kimi qarşıladılar, bunu da şahidisiniz. Baxın, görün. Yəni ki, artıq əvvəl də biz demişdik, ya, indi bu saat söz güclünündür. Kim güclüdürsə onun sözü keçir. Ona görə güclülər hamısı ilhama dedilər ki, bilirsən nə var, sən rədd olmalısan. Yalnız ki, mənim gözüm üstə. Mən bilməm ki, sizin sözünüzdən çıxsam, mənim başım qarpız patlayan ki, mənim də başım patlayacaq. Ona görə razılaşıb qaçıb getməyə. Tarih getdi. Ona görə təşkilatların hamınız, təşkilatlanmayan cəmiyyət ölümə məhkumdur. Bunu bilin. Hamınız Qabil və onun əqidə qardaşlarla bərabər hazır olun döyüşə. Mən bunu sizə ta axırıncı son sözümdür deyirəm ki, döyüşə hazır olun ki, biz bu sistemi dəyişməliyik. Və böyük oyuncularla da söhbətimiz çox gözəl gedəcək. Nə razılıqdır, nə razılıq görsə onu həll edəcəyik. Problemsizdir bu. Yəni ki, bilinir bunlar. Çünki hələ Azərbaycanın yeraltı, yerüstü sərvəti hələ gələcək nəslimizə çatacaq və qabaqda böyük Azərbaycan söhbəti də var. Mən o barədə ümumiyyətlə danışmıyorum. Çünki Kəngərli körfəzi də var. Yəni ki, bunun da orada da yeraltı, yerüstü sərvət məsələsi var. Bu gələcəyin söhbətidir, düyünün söhbətidir.